və biz Məryəmlə bir yerdə ikinci yer aldıq tibb və sağlamlıq kateqoriyasında. Həqiqətən bu hissləri ifadə etmək olmaz. Ağladıq hətta, gözləmirdi açır deyə, çünki rəqabət çox yüksəkdir. Amma yenə də hər şeyə inanmaq lazımdır, möcüzələr olur. Üçüncü yer tutmuşam. Maraqlı isti, amma mən özümdən daha yuxarı gözləyirdim təəssüf ki. Bilmirəm, inşallah gələcəkdə daha yaxşı layihələrə başlayıb olacaq. Bundan artıq 3-cü il iştirak edirəm və bundan əvvəl də Resko üzrə yerlər tutmuşam. Gələcəkdə daha maraqlı layihələrlə yenidən daha yarışlara qatılacağam. Bu layihəyə qoşulanda mən heç inanmırdım ki, udacağam, amma mənim adıma eşidəndə çox həyəcanlandım. Mən təşəkkür edirəm mənim üstündə əməyi olan müəllimlərə və ailəmə çox sevinirəm. Adın çəkildi, bir də görəm ki, gözüm hiss eləyirəm, hamı çıxıb... Ağladı yanma nə qədər, hamı çıxıb, biz də bir də görəm ki, oradakı aparıcı təzən deyir ki, bunda qutarmayır. Təzən yenə o birisi iştirakçıların adı çəkilir. Təzən yenə qutardı, təzən də axırıncı mənim komanda yoldaşımın adı çəkilir. Onda da sevindik bizdə. Yəni, çox belə yaxşı histir ki, sən əziyyətin yalan boş yerə getməyib. Biz 3-cü yerin qalibi olduq. İlk öncə çox həyəcanlıyam və bu quruma ailəmə minnətdarlığımı bildirmək istəyirəm. Ən böyük dəstəkçim onlar oldular. İnşallah gələcək həyatımda da belə bol uğurlara nail olaram.